Salam, hər vaxtınız xeyir, səhifəmin dəyərli izləyiciləri. Bugün mətbəximdə sizinlə asan hazırlanan dadlı qəlyanaltı reseptini bölüşəcəm. Bunun üçün əvvəlcə yuyub hazırladığımız kəvər, kişniş, şüyüdü, xırda-xırda doğrayıb qaba əlavə edirik. Sonra üzərinə 400 qram tənəvər şor, 4 ədəd yumurta, qırıb tuz əlavə edirik. Yaxşı mütana qarışdırırıq. Qarışdırdıqdan sonra doğradığımız göğün və şorun üzərinə əlavə edib, üzərinə duru yağ əlavə edirik. Sonra yaxşı qarışdırırıq. Daha sonra hazırladığımız qarışımı yuxanın hər tərəfinə yaxşı yayırıb, büküb sobanın üstünə qoyuruq. Hazır olduqdan sonra üzəri üçün 180 qram xama 2 ədəd yumurtanı qarışdırıb hazırladığımız yuxanın üzərinə əlavə edirik. Sonra hər tərəfinə yaxşı yayırıq. Bunun dadı kətəni xatırladır. Çox dadlıdır. Siz də sınayın. Lazım olan ərzaqlar yorum qismində qeyd olunub. Nuş olsun.